Herkese salam. Bu videoda yeni başlayanlar için kripto futuresləri necə və harada ticarət edəcəyinizi, qeydiyyat bonusunu necə əldə edəcəyinizi və ilk futures ticarətinizi necə açacağınızı öyrənəcəksiniz. Hər şeyi tez və sadə şəkildə izah etməyə çalışacağam. Yeni başlayanlar üçün Binance ən yaxşı seçimdir. Ən geniş ticarət alətləri seçimini təklif edir. Binance, yeni başlayanlara inamlı bir başlanğıc üçün lazım olan hər şeyi təqdim edən güclü və etibarlı bir platformadır. Sadəlik, təhlükəsizlik, likvidlik və sadə kriptovalyuta alışlarından daha mürəkkəb maliyyə əməliyyatlarına tədricən böyümək imkanı. Üstəlik, Binance dünyanın bir nömrəli kripto birjasıdır. Diqqət! Bonus yeni hesab qeydiyyatdan keçirdiyiniz zaman aktivləşdirilir, ona görə də videodakı təlimatları izləyin. Artıq hesab yaratmışsınızsa, bu videoda göstərildiyi kimi cashback bonusunuzun aktiv olduğundan əmin olmaq üçün onu silib yenisini yarada bilərsiniz. Hesabınız yoxdursa, qeydiyyata keçək. Gəlin Binance birjasının web saytına keçək. Gəlin qeydiyyat formasına keçək. E-poçtunuzu daxil edin. Növbəti addım olaraq insan olduğunuzu təsdiqləməlisiniz. Daha sonra göstərdiyiniz e-poçt ünvanınıza göndəriləcək koddan istifadə edərək e-poçtunuzu təsdiqləməlisiniz. Sonra bir parol ilə gəlmək lazımdır. Daha sonra çox vacib bir addım, bu səhifədə videonun altındakı təsvirdə olacaq bonus kodunu daxil etməlisiniz. Bu kod sizə spot ticarət zamanı 20% cashback bonusu verəcək. Bundan sonra hesabınızı təsdiqləməlisiniz. Narahat olmayın, bu sürətli və intuitiv bir prosesdir. Təsdiqləndikdən sonra ticarət hesabınız aktivləşdiriləcək və yalnız balansınızı doldurmaq və futureslərlə ticarət etməyə başlamaq qalır. Balansınızı artırmaq üçün depozit düyməsini basın və rahat bir yükləmə üsulunu seçin. P2P istifadə etmək ən yaxşısıdır. Burada məbləği dollarla göstərməli və sizin üçün əlverişli bir ödəniş üsulu seçməlisiniz. Aşağıda sadalanan variantlardan yalnız məzənnəni deyil, həm də reytingi nəzərə alın. Daha sonra sizə uyğun olan variantı seçib bu USDT düyməsini basmalısınız. USDT və ya Tether, ABŞ dollarına bir nisbətində bağlanmış və onun rəqəmsal ekvivalenti kimi xidmət edən ən böyük stabil coindir. Videoda daha sonra göstərildiyi kimi futuresləri almaq və satmaq üçün USDT-yə ehtiyacımız olacaq. Bu USDT düyməsini basdıqdan sonra intuitiv təlimatlara uyğun olaraq ödənişi tamamlamalısınız. Balansımda artıq USDT olduğu üçün bunu indi etməyəcəyəm. Nəhayət, transfer et, notifiseller düyməsini basmağı unutmayın. Satıcı ödənişi təsdiqlədikdən sonra vəsait hesabınıza köçürüləcək. USDT funding hesabınıza daxil olduqdan sonra onları futures hesabınıza köçürməlisiniz. Bunu etmək üçün futures ticarəti bölməsinə keçin. Transfer düyməsini tapın. Növbəti addım olaraq haradan köçürəcəyinizi seçin. Funding və harada? Ustum Futures. Budur, vəsaitləriniz artıq gələcək hesabındadır. İndi ilk ticarətinizi edə bilərsiniz. Gəlin Bitcoin futureslərini alaq. Sizə ən sadə nümunəni göstərəcəyəm. Əvvəlcə leverage seçməliyik. 2 high qolunu seçirik, çünki qol nə qədər aşağı olarsa, bütün pullarımızı itirmək şansımız bir o qədər az olar. İndi mövqe açmaq üçün yuxarı və ya aşağı açmağa qərar verməliyik. Uzun bir mövqe açaq, yəni Bitcoin-in yüksələcəyini və mənfəət əldə edəcəyimizi fərz edək. İndi hansı qiymətə alacağımızı göstərməliyik. Rahatlıq üçün mövcud qiymətlərə klikləyin, 2 high qolunu istifadə edərək mövqeyi tam istifadə etmək üçün 100% həcm seçin və buy long düyməsini basın. Budur. Ticarətimiz açıqdır. Bir müddət sonra qiymətin artdığını görürük və indi mövqeyimizi bağlamalı və mənfəətimizi saxlamalıyıq. Bunu etmək üçün market düyməsini basın. Təbrik edirik, mənfəətinizi saxladınız. Bu video bu qədərdir və hər hansı bir sualınız varsa, zəhmət olmasa şərh yazın, mən sizə kömək etməyə çalışacağam.
Hamınıza salam.